Emsan Azərbaycanın Binəqədi rayonu Cəfərxandan 85B ünvanında həyata keçirilən alış-veriş zamanı müştəriyə 2 çek təqdim edilir. Hansı ki, o çekin biri bölünən yoxladıq Vergilər Nazirliyinin saytında məxsusdur fiziki şəxsə, ikinci postterminalla edilən ödəmənin çeki isə məxsusdur hüquqi şəxsə. Sizcə bunun səbəbi nədir? Bunun səbəbi vergidən yayınmaq üçün dövriyyəni bölmək məqsədilə həyata keçirilir. Yəni, bütün müştərilərə belə görünür ki, orada həyata keçirilən böyük əməliyyatlarda, çünki qiymətlər çox bahadır, orada çox ucuz qiymətlərdə yoxdur, həyata keçirilən böyük dövriyyələri bölmək və vergidən yayınmaq məqsədi güdür. Bunun başqa izahı yoxdur. Nəyə görə? Bir istiqamətdə həyata keçirilən alış-veriş zamanı müştəriyə 2 müxtəlif böyünü olan çek təqdim edilməlidir. Çeklər məndədir və hər 2 çek yoxlanılır tərəfindən Vergilər Nazirliyinin saytı ilə və qeyd elədiyim kimi, böyünün biri fiziki şəxsə, digər böyün isə hüquqi şəxsə məxsusdur. Xahiş eləyərdim ki, Emsan Azərbaycan şirkəti bu məsələ ilə bağlı açıqlama versin. Vergidən yayınmağın səbəbi nədən ibarətdir? Alış-verişdən sonra əldə etdiyiniz çekdə QR kodu oxudub əlavə dəyər vergisini geri ala bilirsinizmi? Çünki bir çox yerlərdə bu problemə çevrilib. Emsan Azərbaycandan şikayət daxil olub. Çünki onlarda alış-veriş həyata keçiriblər. 153 manatlıq alış-verişdir və Bakı şəhəri Binəqədi rayonu Cəfərxandan 85B ünvanında bax belə çekin bu QR kodunu oxutmaq istəyiblər, amma alınmayıb. Deyiblər ki, bizim deməli, dövriyyəmiz hələ tam həll olunub, dövriyyəmiz bitməyib. Belə bir fikir deyiblər. Ona görə bizdə oxunmur, amma digər dükanlarımızda oxunur. Mən bilmirəm, bəlkə də biz səhv edirik. Məncə, vergi orqanları bu məsələ ilə məşğul olsalar yaxşıdır. Çünki necə ola bilər ki, dövriyyə tam həyata bitməyibsə, dövriyyəsi tam yekunlaşmayıbsa, onun QR kodu oxunmur və vətəndaşın alış-verişində əlavə dəyər vergisi geri qaytarılmır. Qanunda bu varmı? Ümumiyyətlə, həmən dükan nümayəndələri bunu düzmə eləyirlər. Çünki bu artıq birinci hal deyil, həmən dükanda baş verir. Bir müddət, bir neçə ay öncə də eyni halla qarşılaşmışdılar və bu şikayətlə bağlı müraciət edən şəxslər deyir ki, biz neçənci dəfədir ki, bu halı yaşayırıq və bizim orada alış-verişdən sonra əldə etdiyimiz çekdə QR kodla, yəni əlavə dəyər vergisini geri almaq imkanlarımız məhdudlaşıb. Emsan Azərbaycan kifayət qədər geniş şəbəkəyə malik olan bir mağaza şəbəkəsidir. Orada qab-qacaq satırlar, bildiyim qədərilə cehiz məhsulları var və digər məhsullar satılır, saytlarına baxa bilərsiniz. Və Emsan Azərbaycanda alış-veriş eləyən şəxslərin öz pullarını, əlavə dəyər vergisini geri ala bilməməsi problemini yəqin ki, tezdən həll eləmə imkanları olacaq. Çünki bu yaxşı hal deyil. Və qeyd eləmək istəyirəm ki, hörmətli izləyicilər, ümumiyyətlə, istər restoranda, istər marketlərdə və istənilən yerdə alış-veriş eləyəndən sonra çeklərinizi oxudun, QR kodunu və əlavə dəyər vergisini geri alın. Orada nə qədər sizə pul geri qayıdacaq və qayıtmayacaq bu başqa məsələdir. Əsas olan odur ki, siz onu geri almayanda siz utana bilərsiniz, deyərsiniz ki, çox azdır, yaxşı deyil, mən niyə o pulu geri götürürəm, amma heç narahat olmayın. Həmin obyekt sahibləri o pulları elə qəşəng geri götürürlər ki, heç nə utanırlar, nə də narahat olurlar. Ona görə dövlət əgər bugün bu qanunu tətbiq edirsə, hər kəsin boynunun borcudur ki, o qanunu icra eləsin və riayət eləsin. Vətəndaş isə niyə pulunu itirməlidir? Və mənim üçün çox maraqlıdır. Neçə aydır bu dövriyyəsi hələ tam bitməyən Emsan Azərbaycanın həyata keçirdiyi bu addım, reallaşdırdığı bu iş doğrudurmu? Ümumiyyətlə, bu qanunla nə qədər səhv və ya düzdür? Biz bunu bilmək istəyərdik. Alış-verişdən sonra əldə etdiyiniz çekdə QR kodu oxudub əlavə dəyər vergisini geri ala bilirsinizmi? Çünki bir çox yerlərdə bu problemə çevrilib. Emsan Azərbaycandan şikayət daxil olub. Çünki onlarda alış-veriş həyata keçiriblər. 153 manatlıq alış-verişdir və Bakı şəhəri Binəqədi rayonu Cəfərxandan 85B ünvanında bax belə çekin bu QR kodunu oxutmaq istəyiblər, amma alınmayıb. Deyiblər ki, bizim deməli, dövriyyəmiz hələ tam həll olunub, dövriyyəmiz bitməyib. Belə bir fikir deyiblər. Ona görə bizdə oxunmur, amma digər dükanlarımızda oxunur. Mən bilmirəm, bəlkə də biz səhv edirik. Məncə, vergi orqanları bu məsələ ilə məşğul olsalar yaxşıdır. Çünki necə ola bilər ki, dövriyyə tam həyata bitməyibsə, dövriyyəsi tam yekunlaşmayıbsa, onun QR kodu oxunmur və vətəndaşın alış-verişində əlavə dəyər vergisi geri qaytarılmır. Qanunda bu varmı? Ümumiyyətlə, həmən dükan nümayəndələri bunu düzmə eləyirlər. Çünki bu artıq birinci hal deyil, həmən dükanda baş verir. Bir müddət, bir neçə ay öncə də eyni halla qarşılaşmışdılar və bu şikayətlə bağlı müraciət edən şəxslər deyir ki, biz neçənci dəfədir ki, bu halı yaşayırıq və bizim orada alış-verişdən sonra əldə etdiyimiz çekdə QR kodla, yəni əlavə dəyər vergisini geri almaq imkanlarımız məhdudlaşıb. Emsan Azərbaycan kifayət qədər geniş şəbəkəyə malik olan bir mağaza şəbəkəsidir. Orada qab-qacaq satırlar, bildiyim qədərilə cehiz məhsulları var və digər məhsullar satılır, saytlarına baxa bilərsiniz. Və Emsan Azərbaycanda alış-veriş eləyən şəxslərin
öz pullarını, əlavə dəyər vergisini geri ala bilməməsi problemini yəqin ki, tezliklə həll eləmə imkanları olacaq. Çünki bu yaxşı hal deyil və qeyd eləmək istəyirəm ki, hörmətli izləyicilər, ümumiyyətlə istər restoranda, istər marketlərdə və istənilən yerdə alış-veriş eləyəndən sonra çeklərinizi oxudun, QR kodunu və əlavə dəyər vergisini geri alın. Orada nə qədər sizə pul geri qayıdacaq və qayıtmayacaq bu başqa məsələdir. Əsas olan odur ki, siz onu geri almayanda siz utana bilərsiniz, deyərsiniz ki, çox azdır, yaxşı deyil, mən niyə o pulu geri götürürəm, amma heç narahat olmayın. Həmin obyekt sahibləri o pulları elə qəşəng geri götürürlər ki, heç nə utanırlar, nə də narahat olurlar. Ona görə dövlət əgər bugün bu qanunu tətbiq eləyirsə, hər kəsin boynunun borcudur ki, o qanunu icra eləsin və riayət eləsin. Vətəndaş isə niyə pulunu itirməlidir? Və mənim üçün çox maraqlıdır. Neçə aydır bu dövriyyəsi hələ tam bitməyən Emson Azərbaycanın həyata keçirdiyi bu addım, reallaşdırdığı bu iş doğrudurmu? Ümumiyyətlə, bu qanunla nə qədər səhv və ya düzdür? Biz bunu bilmək istəyərdik.